Həyatın ortasına doğru yaxınlaşırıq. Bilmirəm, alınan, ertələnən, alınmayan işləriniz gün ərzində nə qədər olur. Bütün hallarda hansı durumlar 24 saat sizi əsəbləşdirir. Hər yerdə başqa bir statusda, rolda çıxış eləyəndə yüklənən, omuzlara, çiyinlərə yüklənən güvənsizlik hissi, mənasız baş verən hər bir şey, hansı ki, bir şey başqa cür olmalıdır, başqa cür olur. Bütün hallarda başqa cür söz verilir, başqa cür olur. O sözünün əri olmayan yetkinlər, bayaq da yetkinlikdən danışırdıq. Sözün üzərində durmayan yetkinlər ətrafda o qədərdir ki, əslində sən də özünü onlardan biri saya bilərsən. Yetərincə yetkin statusu daşımadığını düşünə bilərsən. Buna haqlı səbəblərin olmuş ola bilər. Amma hər insan özünü başqa cür yetişdirir də. Sən eləsən deyə başqaları da sənə qarşı elə olmaq məcburiyyətində deyil ki, hər an sahib olmalı olduğu xarakterik xüsusiyyətlər var və bu xarakterik xüsusiyyətləri doğruldacaq və ya hər gün dəyişdirməyə doğru atılacaq hər hansı bir addımlar, vərdişlər, rutinlər insanın özünü, şəxsiyyətini dəyişməyə arzusu, etdiyi səhvlərin üzərində öyrənib, demirəm, etdiyi səhvlərə keçmişinə süngər çəkib, o qədər əslində yaxşı addımlarda bulunan, həyatının hər bir anında əvvəlki öz obrazından uzaqlaşan bir şeylər edən o qədər adam var ki, hər gün daha yaxşıya doğru bir addım atan. Çünki hər bir şey əslində xırda addımlardan ibarətdir. Hər bir davranış, hər bir yol, istək, sənin könlünə bir arzu düşübsə, adətən deyilir ki, bu arzu düşübsə reallaşa biləcək potensialı, imkanı olduğuna görə də, yəni heç bir arzu göydən gəlmir, heç bir istək. Elə insanlar var ki, onlar istəklərinə də nəzarət eləyə bilmirlər. Bəzən kontrolsuz bir şəkildə böyük bir istəklər, məqsədlər qoyurlar qabaqlarına. Bütün hallarda əgər biz adi bir şey sağlamlıq üçün arıqlamaqdan söhbət gedirsə, hə, mən bu mövzunu 10 ildə araşdıram. Düzdür, ondan sonra daha önəmli bir mövzu çıxıb araşdırmalı. Bu yeni bir insan dünyaya gətirməkdir və o mövzu əslində o qədər işlənib, o mövzu üzrə o qədər çox addımlar atılıb ki, son illərdə. Bizdə bilmirəm, ən azından başqa yerlərdə çox addımlar atılır. Biz də istər-istəməz o təcrübədən müəyyən qədər özümüzə pay götürürük də ki, biz də dəyişək onlarla bir yerdə. Deməyə çalışdığım nədir? Orada bildirilirdi ki, sən bilməlisən, əgər bu istək gəlibsə ki, mən arıqlamalıyım, ətrafın təzyiqi ilə formalaşıb bu, yoxsa məqsəd nədir? Yəni bunda bunu niyə istəyirsən? Sağlamlığa qovuşmaq o da. Yəni böyük bir şey, konkret bir şey olaraq üzərində düşünməlisən ki, mən bu şey istəyirəm, bunu niyə istəyirəm? Başqaları mənim üçün yaxşı bir şey arzulayır deyə. Əslində bu sənin iyiliyin üçün, dırnaq içində olan bir şeydir ki, səni düşünərək edilən bir şeydir, amma çox da belə o xarakter daşımır. Hər kəs bütün anlamda egoist və özünü düşünür. Ən yaxşı halda öz yaratdığını düşünə bilər və ya öz valideyninə hər hansı bir məsuliyyət hissi duya bilər. Bir insanın başqasını düşünməsi, buna partnyor da daxil, bu qeyri-mümkün bir şeydir.